Bu müayinəni şikayətiniz yaranmadan elətdirin. Pasientlər bəzən sual verir. Doktor, heç bir şikayətim yoxdursa, Pap-smear testinə və yaxud HPV skrininqə nə ehtiyac var? Məsələ də elə bundadır. Uşaqlıq boynunda yaranan dəyişikliklər uzun müddət heç bir əlamət vermədən keçə bilər. Lakin artıq hansısa əlamətlər aşkarlandıqda gec ola bilər. Bunun üçün isə HPV skrininq bizə virusların onkogen tiplərini vaxtında müəyyən etməyə imkan verir. Pap-smear isə uşaqlıq boynunda olan hüceyrələrdəki dəyişiklikləri vaxtında erkən mərhələdə aşkar etməyə imkan yaradır. Vaxtaşırı həkim müayinəsində olaraq HPV müayinəsini və Pap-smear testlərini etməyimiz vacibdir. Bunun üçün həm xanımların yaş qrupları, təbii ki, sosial həyatları və eyni zamanda hormonal statusları fərqli yanaşmalara gətirib çıxardır və yaş qrupundan öncəki test analizlərinin nəticələrindən asılı olaraq mütəmadi olaraq nəzarətdə qalmaq vacibdir. Siz də düşünməyin ki, əgər heç bir şikayətiniz yoxdursa, Pap testə və HPV skrininqə ehtiyac yoxdur.